Və nəhayət Sibrizdə keçirilən NGF 5 turnirin əsas döyüşü Tahir Abdullayev Alimjon Şadmanova qarşı. Tahir Abdullayev qeyd eləmək istəyirəm ki, 2 ay ərzində 3-cü dəfə vuruşur. Oyda. Deməli bu 3-cü dəfə. Və Tahir Abdullayev yorulmur, həqiqətən tankdır. doğrudan tankdır. İndi baxaq, Alimjon Şadmanova qarşı Rusiyanın təmsilçisinə nəyi göstərə bilər? Tahir Əsl Abdullayev tankı. UAE çempionudur. Bəli, Tahir Abdullayev UAE Warriors çempionudur və Kəməri götürüb. Bitva Çempionov təşkilatının da çempionu olmuşdu Rusiyada. Orada belə maraqlı cürbəcür döyüş stilləri, konfudur, uçsandadır, bir-birinə qarşı vuruşdururlar və Tahir Abdullayev orada çempion da olmuşdu. İndi isə biz Tahir Abdullayevi Azərbaycanda, Sibrizdə görürük və mən qeyd etmək istəyirəm ki, Tahir Abdullayev birinci dəfədir ki, öz doğma vətənində vuruşur. Onda maraqlıdır. Maraqlıdır bu. Burada nəsə texniki problem oldu. Barmaq dəydi rəqibin gözünə. Biz inanırıq ki, qəsdən olunmayıb. Döyüş isə çox təmkinli başlayır. Ümumiyyətlə Tahir Abdullayevin stili belədir. O həmişə kəşfiyyatdan başlayır. Ondan sonra da bilirik ki, əllərində tank kimi üstünə cılır. Bəli, əllərində bombalar var. Əsl tank, niyə tank deyilir ona? Bombalarla sonra istifadə edir. Həkim baxır. Mənə elə gəlir ki, Tahir Abdullayevin belə döyüş stilinə baxaraq bu döyüş tez qurtaracaq. Çünki onun əlləri çox təhlükəlidir. Əgər Alimjon Şadmanov hansısa bir sürpriz hazır etməyibsə, onda bütün döyüşçülər, Tahir vuruşan döyüşlərdə Tahir demək olar ki, 90%-ni vaxtından əvvəl bitirir. Və mənim fikrimcə döyüşü davam eləməyə razılıq verdi rəqib Alimjon Şadmanov. Tahir Abdullayev isə səbirsizliklə gözləyir aqressiv hücuma keçmək üçün. Tankın raketlərini hazırlayıb. Bəli, hazırlayıb. Referi yoxlayır onun vəziyyətini. Bəli, əslində onun pauza götürməyə də ixtiyarı var, əlbəttə amma ki, istifadə eləməyib və döyüşü davam etdirir. Hətta deyir ki, oradan başlayaq. Artıq döyüş başlayır. Səbirsizliklə gözləyirik Tahir Abdullayev nə göstərəcək bizə bu döyüşdə. Sibrizdə keçirilən NGF turnirin əsas döyüşü Tahir Abdullayev, Alimjon Şadmanovun. Tahirin bazası ümumiyyətlə sambo bazasıdır, mən bildiyimə görə. Həm parterdə də yaxşıdır və həm də ayaq üstə çox özünü peşəkarcasına göstərir həmişə. Amma bu Alimjon Şadmanov aqressiv hücuma keçməyə çalışır. Tahir Abdullayev peşəkarcasına özünü qoruyub. Əlbəttə ki, Tahir Abdullayev üçün heç bu 1% problem olmadı. Çünki o zərbələr əvvəlcədən görürdü. Çox səbirli, çox səbirli. Low kick vurmaq çalışır Alimjon Şadmanov. Tahir Abdullayev gördü bu zərbəni və High kick qəşəng dəydi hətta. Alimjon Şadmanov aktiv hücuma keçir. Tahir Abdullayev artıq nəsə eləməlidir bu. Yoxsa belə getsə təhlükəlidir. Bir dənə də. Yenə low kick. Alimjon Şadmanov hücuma keçir. Tahir Abdullayev dirsəklə zərbə endirib. Və mənə elə gəlir ki, məqsədə uyğun çatdı. Fikir versənsə artıq... Bəli, tempi salıb aşağı. Tahir Abdullayev gözləyir, bombaları hazırlayıb. Artıq Tahir... Çox güclü zərbə idi. Korpusa Tahir Abdullayev tərəfindən. Ayaqlarda da oynayır. Maya girdi zərbəsi. Bəli, bəli. Spinning back kick. Qaraciyərə. Aha, high kick atdı Alimjon, amma gördüyümüz kimi havaya getdi, boşa getdi. Burada Tahir Mənim fikrimcə Tahir Abdullayev belə zərbələri oxuyur əvvəlcədən. Məncə oynayır rəqiblə Tahir Abdullayev. Oynayır. Amma aktiv zərbələri endirmişdi rəqibi. Məncə bu qaraciyərə dəyən spinning back kick rəqibi biraz saxladı. Bəli, saxladı. Bir dənə də. Çox pis dəydi. Yenə zərbə endirməyə çalışır rəqib. Aha. Burada rəqib göstərir ki, yer sürüşkəndir. Bəli. Yenə hücuma keçir rəqib. Alimjon Şadmanov çalışır Tahir Abdullayeva pressing göstərsin. Bilirsən Tahir Abdullayev heç problem yaşamır. Amma bəli, Tahir sifətindən görünür ki, çox rahatdır, təmkinlidir. Amma high kick təhlükəli idi. Low kick yenə. Tahir Abdullayev təmkinli işləyir.
rəqibini sıxır, fikir ver. Azərkeşlərin Tahir adını çağırmaq ona indi Bəli, bütün raketləri Sibriz atmaq. ayaq üstədir və Tahir Abdullayevin adını səsləndirirlər. artıq raketi Mən buraxmaq vaxtı. görürəm ki, Tahir Abdullayev hələ ki 2 nömrə işləyir. Bəli, Hələ ki tələsmir. ondan biz hücum görməmişik. Tələsmir. Öz işini bilən döyüşçüdür. Yəqin ki plan qurub. Rəqib hücum eləyəndə də zərbələri görür. Wow, high kick dəydi. Çox Taekwondo maraqlı stilində. Taekwondo stilində high kick olub Aha, Tahir Abdullayev döyüş keçdi tərəfindən parterə. və parterə salıb rəqibini Tahir Abdullayev. Bu Oy, mövqedən oy, oy, boğmaq oy. olar rəqibini yoxsa yox. Əlbəttə ki olar. Və boğucu Təslim oldu. Təslim olunur. Alim Coş Admanov və Tahir Abdullayev bu döyüşdə səbirli. qalib gəlir. Əla. Mən çox səbirli döyüşdü və parterə salıb öz oyununu elədi. Mən hətta Tahir Abdullayevlə məşq eləmişəm. O da məni o fəndən boğub. Doğrudan. Bəli, çünki mən indi də əmin oldum ki, onu boğa biləcəyik. Amma həqiqətən Tahir Abdullayev bu döyüşdə çox təmkinli, sakit Bəli, işləyirdi. bəli. Hətta rəqibi üstünə də gedirdi. Bir neçə dəfə gördük ki, aktiv hücuma keçirdi rəqib. Tahir Abdullayev hər şeyə dözdü, blok saldı, peşəkarcasına Bəli, qorudu özünü və Öz işini Nəticə? eləyib qalib gəldi. Bəli. submission birinci raund. Təbriklər Tahirə. Bu Tahir Abdullayevin 20-ci qələbəsidir. 23 rekordu saxlayan UAE Warriors çempion Tahir Abdullayevi biz bugün Sibrizdə NCF5 turnirində görməyə çox şad olduq və gördük peşəkar səviyyə nə deməkdir. Bəli. Həqiqətən çox rahat, işini bilən döyüşçü kimi özünü göstərib Tahir Abdullayev və nəticə də necə deyirlər, gözümüzün qabağındadır. Gözəl. Yenə də qəfəsin içində daxil oldular fanatlar və rəsmi qərarı biz gözləyirik. Savaşın galibi Boğucu Fonda galip gelen Tahir Abdullayev Və KO ikinci dəqiqədə birinci raundun Tahir Abdullayev nokautla bitirdi. Afərin. Afərin Tahir, bu da bizim əsas döyüşümüz idi. NCF 5 turnirin Sibrizdə keçirilən döyüş gecəsinin çox maraqlı döyüşləri biz müşahidə etdik. Və axırda Tahir Abdullayev öz sözünü dedi və bu döyüş gecənin nöqtəsini məhz Tahir Abdullayev tərəfindən qoyulub. Enter the cage for the closing ceremony. Друзья, всем салам алейкум, Сибриз, Баку, Азербайджан. Слышно? Да, у меня был соперник бразилец, очень хороший. Да, так случилось то, что он травмировался или что-то из каких-то причин он не смог приехать. Да, и нашли замену. Хочу всех поблагодарить Забита Самедова, всех организаторов за то, что организуют такие бои прекрасные. Да, для молодых наших бойцов. И мы рады выступать у него на турнире. Всех благодарим. Всем салам алейкум. Конечно же, Маркар, Орхан, всем от души, братья. И Афган тоже, брат. И Пантеренджеры от души. Брат, Саня. Все. Zəhmət olmasa qəfəsi tərk edin. Dayır. Zabit müəllim, sizi qəfəsə dəvət edirik. İdit Şüdəfsiyə. Zabit müəllim. Hər kəsi salamlayıram. Axşamınız xeyir olsun. Hamınız xoş gəlibsiniz. Çox sağ olun gəldiniz, dəstəklədiniz bizim idmançılara. İdmançılara da təşəkkür edirəm. Uğurlarınız bol olsun. Gələcəkdə də biz daha da tez-tez keçirəcəyik bizim bu promosyonu, yerli promosyonumuzu daha da artıracağıq, tanıdacağıq bizim ölkədə də, başqa bir ölkələrdə də inşallah təşkilatımızı davam edəcəyik. Bizim yerli idmançılarımıza da dəstək olacaq. Gəldiyiniz üçün hamınıza təşəkkür edirəm. İdmançılara da sağ olun deyirəm. Uğurlar hamıya. Sağ olun. Və əlbəttə ki, Sibriz həyatına da, Eminə şəxsə də sağ ol deyirəm.
başladı. Herkese teşekkürler. Bugün bu gecenin teşkilinde bize destek olan Sibris Resort teşekkürümüzü bildirelim. Gençler ve İdman Nazırlığı'na teşekkürümüzü bildirelim. Zabit Samanov ve Zabit Samanov grubuna değerli milletlerimizi bildirelim. Ve sizi nöbette tekrar keyif toparlarında görüşürüz. Herkese çok selam ve çok muhteşem oldu.